Herkese salam uşaqlar, kanalımıza, videomuza xoş gəldiniz. Bugünkü mövzu izahımız leksikologiyadır. Dərsə keçməzdən qabaq sizə bir məqam diqqətinizə çatdırım ki, dərslərlə bağlı ətraflı məlumat almaq üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz uşaqlar. Sizə ətraflı məlumat veriləcək və mütləq yazarkən isə ad, soyad, sinif və qrupunuzu qeyd eləməyi unutmayın və hansı fəndən müraciət edirsinizsə, Azərbaycan yoxsa ədəbiyyat, mütləq onu da vurğulayın. Gəlin keçək mövzumuzun izahına. Uşaqlar, dedik ki, bugünkü mövzumuz olacaq leksikologiya. Dəftərlərinizi, qələmlərinizi yanınıza alırsınız. Mən yazdıqca da siz qeydlər götürürsünüz. Deməli, dilçiliyimizin digər bölməsində adı olur leksikologiya. Hansı ki, biz bundan əvvəl fonetikanı izah eləmişdik. Bugünkü mövzumuz isə olur leksikologiya. Leksikologiya dilin lüğət tərkibini öyrənən elmdir uşaqlar. Mən burada təriflərin hamısını sığdırıb vaxt məhdudiyyətinə görə yaza bilməsəm də, siz videonu saxlayıb qeyd götürəcəksinizsə, qeydlərinizi o şəkildə götürə bilərsiniz. Dilin lüğət tərkibindən bəhs eləyən elmə deyildi leksikologiya. Yaxşı, ay uşaqlar, bəs bu dilin lüğət tərkibi nəyə deyilir desək? Düşünün ki, dilimizdə nə qədər söz varsa, bunlar hamısı dilin lüğət tərkibinə daxildir. Yəni, dilin lüğət tərkibi dilimizdə olan sözlərin məcmusu, cəmi deməkdir. Bunları da bildiksə, gəlirik sözün leksik mənasına, bir də sözün qrammatik mənasına. Leksikologiyada ən çox eşitdiyimiz terminlərdən biri də elə sözün leksik mənası və sözün qrammatik mənasıdır. Mən sizə ilk öncə tam loru dildən izah edirəm ki, başa düşəsiniz, sonra belə elmi dildən deyəcəyik. Baxın. Sözün leksik mənası nəyə deyilir? Məsələn, mən deyirəm kitab. Düzdürmü? Kitaba baxıram. İlk ağlıma nə gəlir? Kitaba baxanda ağlıma nə gəlir? Oxumaq üçün vəsaitdir. Düzdürmü? Oxumaq üçün vəsait. Vəsait sözündə də burada y daxil olur. Fonetikanda yadımıza salar. Aha. Oxumaq üçün vəsait adlandı kitab. Düzdürmü? Bu olur bunun leksik mənası. Yəni, baxanda birbaşa ifadə elədiyi məna onun leksik mənasıdır. Qrammatik mənası isə hansı nitq hissəsinə aid olması, nitq hissəsi kimi hansı xüsusiyyəti daşıması, hansı sintaktik vəzifəni daşıması, bunlar isə qrammatik mənasına aiddir. İndi gəlin baxaq. Məsələn, tutaq ki, mən sizə deyirəm ki, sən mənə kitab sözün mənasını izah elə. Sən onu izah eləyə bilirsən. Amma deyirəm ki, məsələn, üçün İnsanın qabağındakına izah edə bilərsən bu sözü. Bu sözdən istifadə eləmədən bu sözü kiməsə izah edə bilərsən, hansısa cümlə ilə ya da fərq eləməz. Heç bir şeylə ifadə eləmək olmaz üçünü. Yəni, sən onu necə başa salasan qarşındakına. Amma kitab sözünü başa sala bilirsən. Sonra, məsələn, oturmaq deyirəm. Düzdürmü? Feil götürək. Sən oturmaq sözünü leksik məna olaraq antonimdən istifadə edə bilərsənmi? Durmaq sözünü tərsi deyə bilərsənmi? Antonimdən istifadə edərək leksik mənanı tapa bilərsənmi? Bəli. Amma köməkçi nitq hissələri üçün bu keçərli deyil. Köməkçi nitq hissələrinin uşaqları yalnız qrammatik mənası olduğu halda, əsas nitq hissələrinin isə həm leksik mənası olur, həm də qrammatik mənası olur. Biraz qarışıq yazdıq, gəlin burada düzəldək. Ümumiyyətlə, biz qrammatik mənanın əsas olduğu ki, nə demək olduğunu bildik. Sözün hansı nitq hissəsinə aid olması, nitq hissəsi kimi hansı xüsusiyyəti daşıması və hansı sintaktik vəzifəni daşıması, bunlar hamısı qrammatik mənanın göstəriciləridir. İndi gəlin baxaq. Əsas nitq hissələri, baxın, əsas nitq hissələri. Bir də köməkçi var, düzdürmü? Biz qeyd etdik ki, əsas nitq hissələrinin həm leksik mənası olur, həm də qrammatik mənası olur. Yəni, biz onun hansı nitq hissəsinə aid olduğunu bilirik, hansı suala cavab verdiyini, hansı sintaktik vəzifə daşıdığını və s. bilirik əsas nitq hissələrinin. Amma köməkçilərin leksik mənasını izah edə bilmirik. Köməkçi nitq hissələrinin yalnız və yalnız qrammatik mənası olur. Bunu da buradan qeyd götürüb yadda saxlayırsınız. İndi gəlirik hara? Uşaqlar, sözün leksik mənasını müxtəlif yollarla izah eləmək olar. Gəlin birinci yola baxaq. Birinci yol elə bayaq dediyimiz kimi. Burada hətta istəyirsiniz başlıq olaraq yazarsınız sözün leksik mənasının izah yolları. İzah yolları. Birinci yolumuz sözün məzmununu izah eləməklə. Baxın. Məzmununu. Məsələn, elə bayaq dediyimiz kimi kitab sözünü nümunə götürürük, məzmunu da necə izah edirik? Oxumaq üçün vəsait. Tez-tez yazıram deyə xəttim səliqəsiz görünə bilər, amma normalda xəttim çox səliqəlidir, özünüz bilirsiniz. Aha. Gəlirik ikinciyə. Sözün məzmununu dedik.
Daha sonra verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn, oturmaq. Əslində bura yaxın məna yazmalıydıq. İndi mən çox yaza bilmirəm də, yenə də siz videonu dayandırıb qeyd götürmək istəsəz götürərsiniz. Yaxın mənalı. Deyirəm ki, oturmaq. İndi deyirəm, siz bunu izah edin mənə, deyirsiniz ki, ay müəllim, əyləşmək sözündən eyni şeydir oturmaq. Əyləşmək, oturmaq. Üçüncü yol, yaxın mənalını görürəmsə nə deyirəm? Əks mənalı. Sözə əks mənalı söz tapmaqla. Oturmaq, durmaq. İzah elədikmi? Bir də uşaqlar, dördüncü yol. Dördüncü yolda yadda saxlayırıq ki, bu hər sözə aid deyil. Niyə hər sözə aid deyil? Çünki düzəltmə və ya mürəkkəb sözlərin tərkib hissələrini açmaqla. Dördüncü yolumuz bu şəkildə düzəlir. Tərkib hissələrini açmaq deyiriksə, bunu biz sadə sözə əlavə edə bilmərik, aid edə bilmərik daha doğrusu. Çünki sadə sözlərimiz arasını bölək. Düzəltmədir ki, kökə şəkilçiyi ayırıb izah edirik. Mürəkkəbdir, 2 dənə söz olur, onu ayırıb izah edirik. Amma sadə sözləri ayıra bilmərik axı. Niyəsini də sizdən soruşsam, uşaqlar, bu formada cavab verirsiniz ki, ay müəllim, bütün sözlərin leksik mənasını 4 yolla izah eləmək olmur ya da 4-cü yolla izah eləmək olmur. Səbəb nədir? Çünki 4-cü yolumuz ondan ibarətdir ki, düzəltmə və ya mürəkkəb sözlərin tərkib hissələrinin mənasını, məzmununu açmaqla izah edirik sözün leksik mənasını. Düzəltmə sözlərin tərkibini hissələrə ayıranda sadə, daha doğrusu kök və şəkilçidən ibarət olur. Mürəkkəb sözlərin tərkib hissələrini ayıranda 2 kökdən ibarət olur. Onların məzmununu açırıq. Amma sadə sözlərin biz arasını ayıraq. Sadədir onsuz da bu. Məsələn, gəl baxaq. Düzəltmə sözlərdə deyirəm ki, məsələn, balıqçı. Düzdür, 2 dənə söz var burada. Bir balıq sözüdür. Digər sözümüz, daha doğrusu şəkilçimiz isə çı, çi, çu, çü şəkilçisidir. İndi mən bunun tərkibini ayırdım. İndi gəlin izah edək. Balıq nədir? Suda yaşayan canlı mənasını verir, düzdürmü? Çı da uşaqlar peşə bildirən şəkilçidir. Hər ikisinin mənalarını birləşdirəndə yarandı mı balıqçı? Balıq tutan adam deməkdir də, düzdürmü? İndi gəlin bir dənə də mürəkkəb sözdən götürək nümunə. Deyirəm meşəbəyi. Meşəyə nəzarət edən insan mənasını verir. Yəni meşə nədir? Yaşıllıq olan sahədə, düzdürmü? Meşəyə nəzarət edən insana meşəbəyi deyirlər. Bunu da buradan yadda saxlayırıq. Aha, uşaqlar, indi isə bura sizə aydın oldusa, gəlirik sözün həqiqi və məcazi mənasına. Uşaqlar, sözün həqiqi mənası onun ilkin mənasıdır. Maşınımızın siqnalı. Sözün ilkin mənası, yəni dominant mənası, onun həqiqi mənasıdır. Sözün sonradan törəmə mənası isə məcazi mənasıdır. Məsələn, gəlin bir dənə nümunə deyək. Tutaq ki, yüngül sözüdür. Yüngül sözdə məsələn ilk ağlıma gələn məna, yəni ilkin ifadə elədiyi məna, məsələn, nə deyək? Çəki mənasında yüngül adam deyirik. Hə, uşaqlar, bax, yüngül adam deyəndə mən bunu 2 cür başa düşürəm. Qoy bu burada qalsın. Bunu indi izah edəcəm, beyniniz qarışmasın deyə bunu cibimizdə saxlayırıq. Bu qaldı. İndi başqa yerə baxaq. Deyirəm yüngül nə deyək? Yüngül çanta deyirəm. Yəni içində çox şey olmayan çanta deməkdir də, düzdürmü? Bir də var deyirəm ki, yüngül xasiyyət. Yüngül xasiyyət bilirsiniz də nə deməkdir? Özünü ağır apara bilməyən insana, ağır aparma. Məsələn, ağır xasiyyət də var, yüngül xasiyyət də var. İndi əslində yüngül adam, əslində də yüngül xasiyyət eyni şeydir. Özünü apara bilməyən adamı yüngül adam deyirlər. Aha, məsələn, başqa bir nümunə göstərsək əgər, deyək ki, məsələn, dəmir, qapı, birinə də deyək, dəmir yumruq. İndi çox sadə izah verək. Əgər buralarını bilirsinizsə, ötürə bilərsiniz. Baxın, dəmir qapı deyəndə bu həqiqi mənadadır. Dəmir yumruq deyirəm, bu da məcazi mənadadır. İndi ay uşaqlar, elə sözlər ola bilər ki, o həm həqiqi məna ifadə edə bilər, həqiqi mənada düşünülə bilər, həm də məcazi mənada düşünülə bilər. Məsələn, yüngül adam deyəndə bir var ki, çəkisə yüngül olan adam, bu olur həqiqi mənada. Elə bayaq mən sizə bunu deyəsiydim. Sonradan yadıma düşdü ki, axı biz yüngül adamı elə bayaq yüngül xasiyyət dedim ha. Elə o mənada da istifadə edilir. Yəni yüngül xasiyyətə malik olan insan yüngül adam deyirik, düzdürmü? Xasiyyət mənasında yüngül adam. Bu da olur məcazi məna. Sonra gəlirik tək mənalı, çox mənalı, amonim. Mən hər dəfə
Bu amonimlə çox mənalının ikisini də eyni cədvəldə öyrədirəm. Ona görə də birinci tək mənalını deyirik, sonra çox mənalı ilə amonimə baxırıq. Uşaqlar, yadda saxlayın. Tək mənalı sözlər, tək mənalı. Bir leksik mənadan ibarət olan sözlərə tək mənalı sözlər deyilir. Məsələn, gəmi. Bir dənə mənası var. Çox mənalı sözlər, deyəcəksiniz, çox mənası olursa, çox dənə dedim. Çox mənası olursa, çox mənalı sözdür. Amonimdə çox mənası olur. İndi baxın uşaqlar, biz bunları necə ayırd edirik? Yazılışı və deyişə eyni olan ibtidai sinifdə öyrəndiyimiz qaydalar. Baxın, bir tərəfə amonim yazıram. Bir tərəfə çox mənalı söz yazıram. İndi baxaq. Məsələn, cədvələ hələ gəlməyək. Nümunələri burada yazaq. Birinə tut yazıram. Birinə göz yazıram. İndi gəlin baxaq. Göz yazaq. Gəlin ayaq yazaq. Mən həmişə ayaqla izah edirəm, şəkil çəkəcəm. Çünki rəssamlıq qabiliyyətini göstərəcəm sizə. Tut. Bir var ki, meyvə mənasında tut. Bir də var ki, tutmaq feili. Yəni, topu tutmaq məsələn. Ayaq. Bir var insanın ayağı. Bu öz mənasıdır. Bir var stolun ayağı. Bir var, məsələn, kəndin ayağı. İndi deməyin, burada 3 dənədir, burada 2 dənə, bu çox mənalıdır. Xeyr, ay uşaqlar, elə bir şey yoxdur. Mənim şagirdlərim həmişə elə deyir ki, çox mənalı sözlərdə baxın, sayırıq. Görürük, hansının daha mənası çoxdursa, çox mənalıdır. Elə bir şey yoxdur, ay uşaqlar. Aha, indi gəlin baxaq. Yadda saxlayın ki, ay uşaqlar, amonimlərin mənaları heç vaxt bir-birindən bağlı olmur. Yaxın olmur amonimlərin mənaları. Amma çox mənalı sözlərin bir-birindən məna tayları həmişə yaxın olur. Yəni, məna bağlılığı çox mənalı sözlərdə mütləqdir. İndi bu məna bağlılığı deyəndə nəyi nəzərdə tuturam? Məsələn, indi başlayıram rəssamlığa. İnsanın ayağı deyir, düzdürmü? Gəl bir dənə insana baxaq. Bu insandır da, düzdür. İnsanın ayağı hardadır? Aşağı tərəfdə. Düzdürmü? Sonra, şkafın ayağı. İndi burada mən şkaf çəkəm. Deyilmə, şkaf yazmışam, stol yazmışam. Heç olmaz, stol yazmışam. Stolun ayağı. Görürsünüz, stolun ayağı da aşağı tərəfdədir. Kəndin ayağı deyirəm. Kəndin ayağı da aşağı hissədədir. Ona görə də burada məna bağlılığı var. Məna bağlılığı olduğuna görə də bu nə olur ay uşaqlar? Çox mənalı sözdür. Qaydamızı öyrəndik. Çox mənalı sözlərdə məna bağlılığı mütləqdir. Məna bağlılığı mütləqdir. Amonimlərdə isə, elə bir yazaq burada, məna bağlılığı olmur. Çünki tutmaq feili ilə tut meyvəsinin hər hansı bir məna cəhətdən yaxınlığı var bir-birindən. Məna bağlılığı yoxdur ya da olmur. Ürəyiniz necə istəyir, elə də yaza bilərsiniz. İkinci bir fərqə gəlirik. Amonimlər həm eyni nitq səsinə aid ola bilər, həm də fərqli nitq səsinə aid ola bilər. Məsələn, bu fərqli nitq səsinə aid amonimdir. Çünki meyvə mənasında tut isimdir. Tutmaq mənasında tut isə feildir. Görürsünüz, bu fərqli nitq səslərinə aiddir. Amma elə ola bilər ki, hər iki məna tayı eyni nitq səsi olsun. Məsələn, nümunə desək, deyək ki, məsələn, alışmaq sözü. Deyirəm ki, mən Azərbaycan dili müəllimimə çox alışmışam. Hə. Alışmışam deyəndə, yəni bu öyrəşmişəm mənasındadır. Bir də var alışıb yanmaq mənasında. Alışmaq, yanmaq. Görürsünüz, ikisində də feil oldu. Həm eyni nitq səsinə aid ola bilər, həm müxtəlif nitq səsinə aid ola bilər. Amma çox mənalı sözlər yalnız eyni nitq səsinə aid olur. Gəlin onu da qeyd eləyək. Amonimlər həm eyni nitq səsinə aid ola bilər, həm də müxtəlif nitq səsinə aid ola bilər. Çox uzun yazmıram ki, video çox uzun olmasın. Çox mənalı sözlər isə yalnız tablet düşdü, eyni nitq səsinə aid olur. Belə. Daha sonra gəlirik hara? Amonimlər yalnız həqiqi mənada olduğu halda çox mənalı sözlərdə ilkin mənası həqiqi olmaqla digər mənaları məcazi mənada olur. Yazırıq. Həqiqi məna.
Burada da ilkin məna, məsələn, ilkin məna hansı idi? İnsanın ayağıdır da, düzdürmü? Bu həqiqidir. Ondan sonra qalan mənalar törəmə mənalar, yəni məcazi mənalardır. İndi bura biz həqiqi məcazi yazaq, siz özünüz başa düşərsiniz, düzgün şəkildə yazarsınız. Bu da belə. Uşaqlar, bir də ki, çox qarışdırılan bir məqam var. Gəlin mən sizə onu da qeyd edeyim ki, deməli, amonim hesab oluna bilməyən bəzi sözlərimiz var ki, çox uşaq elə bilir ki, onlar amonim hesab olunur. Məsələn, birinci yerdə deyirik paronimlər. Hətta mən bunu bir dəfə paylaşanda kimsə yazmışdı ki, Azərbaycanda belə bir mövzu var. Var uşaqlar. Amoqraflar, amoformlar. Amoform. İndi gəlin baxaq görə bunlar nə deməkdir. Paronimlər səsləşməsinə görə eyniləşən sözlərdir. Səsləşməsinə görə eyniləşən sözlərdir. Yəqin ki, qeydlərinizi götürürsünüz. Əgər bura qədər gəlmisinizsə, YouTube videosuna bura qədər baxmağa davam edirsinizsə, qeydlərinizi götürürsünüzsə, mən sizdən, hamınızdan qeyd dəftərinizin şəklini istəyirəm. Bu nömrəmə atırsınız. Deyirsiniz ki, mənim filan şagirddir, YouTube kanalınızdan gəlmişəm. Belə. Aha, səsləşməsinə görə eyniləşən sözlər oldu, paronimlər. İndi bu nə deməkdir? Deyirəm ki, xeyr, yəni yox. Bir də var deyirəm xeyir, yəni fayda. Hər ikisinin tələffüzü, səsləşməsi belədir, xeyir. Hətta bəzən yazılır, xeyir müəllimə, yəni yox mənasında. Uşaqlar, xeyir deyəndə bu iyisi olmur, r yazılır, yox mənasında olanda. Amma fayda mənasında olursa, bəli, o zaman yınan r-nın arasında i olur. Daha sonra mətin, mətin. İbtidai siniflər, mətin, müəllimə, mətin verirsiniz evə. Mətin deyil, balam, o mətindir. Yazarkən də düzgün yazmalıyıq. Amma tələffüzün hər ikisi bu formadadır. Bu da dözümlü deməkdir. Ha, bunun mənasını bilirsiniz. Amma bu da dözümlü deməkdir. Sonra nə deyək? Əsr. Bir də əsir. Baxın, bunların da çox böyük fərqi var. Sonra hansı sözlər? Sənəd, sənət. Uşaqların hamısını qarışdırdığı sözdür. Kimsə, hansısa şagirdim idi, ay mənim sənət sözü var, elə hamısı sənətdir də. Xeyr, uşaqlar var. D olanda yazı pozu mənasında sənədlərdir, kağız köyğüz sənəd. T olanda peşə ixtisas deməkdir. Bu belə. İndi mən bunu silmirəm, bunu daha aşağı gətirək. Silməyək də. Qalsın burada heyfdə əzəcəkmiş. Amoqraflar. Amoqraflar isə uşaqlar vurğusuna görə fərqlənən sözlərdir. Yazılışı eynidir, amma vurğusuna görə fərqlənir. Hansı ki, biz bunlara uşaqlar var ki, deyirlər amonimdir. Alma, bir də var alma. Uşaqlar, bunlar niyə amonim olsunlar ki? Vurğusuna görə fərqlənən sözlərdir. Bunlar amonim sayılmırlar. Bunların adı amoqrafdır. Yaxşı, indi bu amoformla amoqrafı qarışdıra bilərsiniz. Bu q olan vurğu söhbətidir. Yadda saxlayın. Q vurğu söhbətidir. Daha sonra gəlin buna biraz da nümunə yazaq. Alma, alma. Sonra nə yazaq? Qovurma. Qovurma. Əmr. Yazamadık. Qovurma. Qovurma. Bir də var qovurma. İnkar olanda inkara vurğu düşməz. Sonra, aha, gəlirik amoforma. Mənim ən sevdiyim amoformdur. Baxın ay uşaqlar. Başlanğıc formasına görə fərqlənən sözlər amoformdur. Qoy yazaq bunu. Deməli, yazılış tələffüz eynidir, başlanğıc forması fərqlidir. Başlanğıc forması fərqli olan sözlərdir. İndi deyəcəm sizə. Həmişə də eyni nümunəni gətirirəm, onunla da yadda saxlayırsınız. Deyirəm, evdə birə var. Birə nə deməkdir? Bit. Baxın, birə. Bir də var, deyirəm ki, saat birə qalıb. Baxın, buradakı bir bu formadadır. Say mənasında birə qalıb. Aydın oldu mu hər şey? Daha sonra hansı sözləri deyirik? Hə, bir də xüsusi isimlər. Alim, mehriban, çiçək adları, bunlar amonim sayılmaz. Və bəzi sözlər var ki, uşaqlar, onlar həm amonim sayılır, həm də çox mənalı söz. İndi onların siyahısından biraz sizə yazacağım. Siz də qeyd götürərsiniz. Məsələn, inci sözüdür, kök sözüdür, saç sözüdür, at sözüdür, al sözüdür, üzdür,
qaşdır, bədən üzvlərinin çoxu, burundur. Həm amonim kimi işlənir, kökü yazdıq. Sonra nə yaza bilərik? Doludur. Daha sonra düz yazdıqmı? Düz yazmadıq, üz yazdıq. Al yazdıq, saç yazdıqmı? Saçda yazdıq. Tut sözü də baxın uşaqlar deyirəm məsələn sözü tutmaq. Burada olur çox mənalı söz. Sonra nə yaza bilərik? Qol yaza bilərik, bel yaza bilərik. Bu formada uşaqlar bunu da belə yadda saxlayırsınız. Gəlirik sinonim, antonimlərə. Bunlar da çox asandır. Nə oldu da yay mənim hamısını asan deyək. Aha. Sinonimlər mənasına görə yaxın olan sözlər. Bu tərifi unudun. İbtidai sinif deyilik. Sinonimlər nədir? Yazılışı və deyilişi müxtəlifdir. Lakin eyni yaxud yaxın mənaları ifadə edən sözlər sinonimlərdir. Sinonimlərin də bir sıra qaydaları var. Antonimlər də bilirsiniz də əksinə zidd olan sözlərdir. Məna cəhətdən bir-birinə zidd olan sözlərdir. Aha, indi baxırıq hara. Uşaqlar, sinonimlər ümumiyyətlə birdən birinci onu deyim ki, iki yerə ayrılacaq. Mütləq sinonimlər var, bir də nisbi sinonimlər var. Mütləq sinonimlər istənilən situasiyada bir-birini əvəz edə bilən sinonimlərdir. İstəyirsiniz bunu bu tərəfdə yazaq ki, rahat görə biləsiniz sizdə. Deməli, sinonimlər mütləq olacaq, bir də nisbi olacaq. Mütləq sinonimlər hər zaman bir-birini əvəz edə biləcək, hər zaman bir-birini əvəz edə bilən sözlərdir. Mən yazana qədər siz də nümunə düşünün. Nisbi sinonimlər isə hər situasiyada, hər məqamda bir-birini əvəz edə bilmirlər. İndi gəlin baxaq. Deyək ki, məsələn, eynək, çeşmək, gözlük. Üçü də mütləq sinonimdir. İstənilən məqamda bir-birini əvəz edə bilər. Amma, məsələn, gəlin bir də nümunə yazaq. Deyirəm ki, gözəl danışır. Yəni, əlamət mənasında da gözəl danışır. Hərəkətin əlaməti. İndi gözəlin sinonimi nədir? Göyçəkdir. Göyçək danışır deyə bilərəm uşaqlar. Görürsünüz, məna cəhətdən biraz uyğun gəlmir. Gözəl danışır, göyçək danışır. Məsələn, bu olmasın, yazaq ki, ürək, könül. Bu sözlər bir-birindən sinonimdir, düzdürmü? İndi siz tapın görüm, saxladın videonu, siz tapın görüm. Sizcə bunlar sinonimlər hansı sinonim növüdür, daha doğrusu nisbidirmi, mütləqdirmi? Saxladın, tapın, cavabı da indi deyirəm. Ürəklə könül, uşaqlar, nisbi sinonimlərdir. Niyə? Deyirəm ki, Arif ürək əməliyyatı olub. Allah eləməsin. Arif könül əməliyyatı olub deyə bilərəm uşaqlar. Görürsünüz necə məntiqsiz çıxır. Könül əməliyyatı. Könül əməliyyatı nədir? Ona görə də bu deyirəm məsələn mən ona ürəyimi açdım, mən ona könlümü açdım. Görürsünüz burada əvəz elədi. Amma hər yerdə əvəz edə bilirmi? Əvəz edə bilmir. Bu da olur nisbi sinonimlər. Leksik sinonimlər var, qrammatik sinonimlər var. Əsas nitq hissələrinə aid olanlar leksikdir. Qrammatik sinonimlər isə şəkilçilər ya da köməkçi nitq hissələrinin sinonimliyidir. Gəlirik hara? Antonimdən oxşar cəhəti var. Antonimlərdən indi oxşar cəhətini yazaq bura ki, hər ikisi eyni nitq hissəsinə aid olmalıdır. İndi normalda uşaqlar bunların fərqlərini öyrəşiblər. Deyirlər, biri yaxındır, biri əksdir, nə bilim nə. Amma uşaqlar bunların oxşar cəhəti də var. Hansı ki, hər ikisi eyni nitq hissəsinə aid olmalıdırlar. Məsələn, şirinlə şəkər sinonim deyil. Biri sifətli, biri isim. Çiğ ilə bişməmiş sinonim deyil. Biri feili sifətli, biri sifətli. Yadda saxlayın. Sonra bir də uşaqlar eyni köklü sözlər nə sinonim ola bilir, nə də antonim. Eyni köklü, biraz tez-tez yazıram, ona görə səhvlərə yol verə bilərəm. Eyni köklü sözlər. Kökü eyni olan sözlər nə sinonim ola bilər, nə də antonim ola bilər. Məsələn, bivəfa, vəfasız. Vəfa sözün köküdür burada. Eyni köklü, ona görə də ola bilməz. Sonra gəlirik hara? Ümumüştək olan və ümumüştək olmayan sözlər. Uşaqlar, bir dənə adına baxın. Ümumiyyətlə, mən sizə demişəm ki, indi öz şagirdlərimə demişəm daha doğrusu, ümumüştək. Bir terminin mənasını başa düşmək üçün, ya da məsələn, mətn oxuyursunuz, mətnin özünü, qayəsini başa düşmək üçün adına baxın. Hər şeyin adında əslində öz məzmunu, öz əksini tapır. Ümumi işlək. Yəni, hər kəs tərəfindən işlədilən sözlər.
Hər kəs tərəfindən başa düşülən, hər kəs tərəfindən nitqində fəal şəkildə işlənən sözlər ümumişlək sözlərdir. Ümumişlək olmayan sözlər də hamı tərəfindən başa düşülə bilməyən, hamı tərəfindən istifadə olunmayan, anlaşılmayan sözlərdir. Ümumişlək sözlər, məsələn, deyirəm, su. Sən bunu nənənə də desən başa düşəcək, 5 yaşındakı uşağı da desən başa düşəcək. Amma məsələn, biz təhsilsiz nənələrimizə, babalarımıza gedib desək ki, neologizm nədir? Deyəcək, uşaq sən nə danışırsan? Məsələn, balaca uşağa, körpəyə desən, sinus, kosinus nədir? 5 yaşlı uşaq bilməyəcək bunu. Hər adamın bildiyi sözlər deyil bunlar. Bəs bunlar hansı sözlərdir desək, terminlər, qruplara ayırırıq, dialektlər, ən sevdiyim dialektlərdir. Yeni sözlər, bayaq dediyim neologizm, babamızın bilmədiyi. Neologizmlər. Dördüncü isə köhnəlmiş sözlər. Gəlin bunların indi bir-bir izahına baxaq. Başlayaq terminlərlə. Gecə saat 2 işləyib, görsün mən sizə video çəkirim. Bu videomu bəyənməyib neyniyəsiz? Düz deyil. Bunun rəngini dəyişə, biraz yuxumuz qaçsın. Baxaq terminlərə. Terminlər, uşaqlar, adından məlum olduğu kimi, termin. Müxtəlif elm sahələrinə, peşə, ixtisasa aid olan sözlər terminlərdir və terminlərin də çoxu alınma mənşəlidir. Hamısı yox, çoxu. Belə, humanitar elm sahələrinə aid var, texniki fənlər sahəsinə aid olan terminlərimiz var və terminlərdə daha çox, indi bunlar 10-11-ə aiddir, elmi üslubda istifadə olunur. Yadda saxlayın, terminlər daha çox elmi üslubda istifadə olunur. Gəlin məsələn yazaq, Azərbaycanla aid terminlər yazaq. Yazaq, fonetika, sintaksis, üçüncü təyin söz birləşməsi. Baxın, bunların hamısı Azərbaycan dilinin terminləridir. Sonra riyaziyyata da aid yazaq. Maksimum sinus, kosinus bilirəm uşaqlar. Oy, planşetimiz yenə düşdü. Kosinus, yox, üçbucaq falan da bilirəm. Nə olsun Azərbaycan dili müəllimiyəm. İndi görün nələr yazacağım bura. Sonra nə var idi riyaziyyatda? Sinus, kosinus, üçbucaq, kvadrat qoy, bütün figurları yazaq. Sonra düzdə yazmadığı paralelogram. Sonra hansı terminlər var riyaziyyatda? Nəysə, bunlar yadımda qalıb, heç nə olmaz. Ondan sonra gəlin, nədən terminlər yazaq? Məsələn, enerji var. Bu fizikadadır deyəsən, səhv eləmirəmsə əgər. Fizika terminidir, enerji. Sonra nəysə də uşaqlar termindir də, bildik də hər sahənin özünə məxsus sözləridir. Müxtəlif sahəyə, peşəyə, ixtisasa aid olan sözlərdir. Çox vaxt itirməyək. Daha sonra, uşaqlar, elə sözlər var ki, həm ümumişlək söz kimi istifadə oluna bilir, həm də termin kimi. Məsələn, elə bizim terminlərdən götürək sifəti. Məsələn, sifət sözü həm ümumişlək söz kimi işlənilir. Məsələn, insanın üzü mənasında sifət. Bir də var ki, bizim bildiyimiz nitq səsi sifət. Sayın qardaşım. Yazır kimi sayın qardaş. Aha. Daha sonra, məsələn, deyə bilərik güc. Səhv eləmirəmsə, fizikada termindir. Bir də var güc, qüvvət mənasında. İnsanın gücü deyirəm. Sonra say. Elə sayın özü. Saymaq mənası da feil olaraq ümumişlək sözdür. Nitq səsi olaraq say. Bu isə termindir. Belə. Və bəzi sözlər var ki, onlar yalnız termin kimi. Məsələn, kosinus, sinus həyatımızın heç bir yerində görməmişik. İnşallah riyaziyyat müəllimləri baxmaz bu videomuza. Niyə baxsınlar ki, Azərbaycan videosuna? Aha. Gəlirik dialektizmə, mənim ən sevdiyimə ki, mən uşaqların hamısına o tapşırığı verirəm. Gedin öz dialektinizə əsasən nə sözlər bilirsinizsə yazın, gətirin. Çox maraqlı gəlir mənə dialektlər. Dialektlər. Uşaqlar, yalnız müəyyən bölgəyə aid olan sözlərdir, müəyyən əraziyə aid olan sözlərdir dialekt sözlər. Dialekt sözlər, ümumiyyətlə dialektlə şiva anlayışını qarışdırmayaq bir-birinə. İkisi də tamamilə fərqli terminlərdir. İndi dialekt nədir? Məsələn, indi mən Bakılıyam, düzdürmü? İndi mən sizə Bakı dialektinə aid bir neçə söz deyim. Siz onu tapmağa çalışın. Görün ki, bu sözlər nə deməkdir.
Məsələn, Becid. Becid Bakı dialektinə aiddir. Ədəbi dildə isə bunun qarşılığı sizcə nədir? Bunu deməyəcəm. Bunu sizdən gözləyirəm. Sonra, məsələn, bizdə həri var. Hə deməkdir. Sonra zivə var. Paltar asılan ip deməkdir. Sonra hətta biz yuxayan sözünü də istifadə edirik. Bizim dialektdə o da istifadə olunur. Sonra məsələn, gəlin başqa dialektlərə baxaq. Anarı var. Anarı dur deyir. Yəni o tərəfə dur demək. Görürsüz, dialekti fərqli-fərqli bölgələrə aiddir. Məsələn, eləsi var ki, Qarğıdalıya peyğəmbəri deyir. Sonra eləsi var ki, yumru daşa qəmbər deyir. Biz də deyirik bunu. Məsələn, biz küçə deyiriksə, elə bölgələrimiz var ki, ona doqqaz deyirlər. Məsələn, çörəyə əbbək deyirlər. Sonra hansı dialektlərimiz var? Məsələn, qəfildən sözünə lapdan deyirlər. Bəzi dialektlərdə bu istifadə olunur. Belə. Amma becid sözünü sizdən gözləyirəm. Bakılı izləyicilərimiz varsa, becid sözünün nə olduğunu şərh bölməsində qeyd eləyər. Sonra gəlirik köhnəlmiş sözlərə. Köhnəlmiş sözlərin özü iki yerə ayrılacaq. Tarixizm, bir də arxaizm. Uşaqlar, tarixizmlərə nümunə götürsək, ümumiyyətlə keçmiş həyat tərzindən, məişət tərzindən bağlı olan sözlərdir, köhnəlmiş sözlərdir tarixizmlər. Məsələn, qlava. Sonra hansılar nümunə götürə bilərik? Kolxoz. Kətda da var idi, səhv eləmirəmsə, belə terminlərimiz də var idi. Termin deyirəm, daha doğrusu tarixizmlər. Kəndxuda. Bunlar hamısı tarixizmlər hesab olunur. Sonra pul vahidləri, Abbası, Batmanda var idi. Arxaizmlər nə deməkdir? Uşaqlar, bunların hamısı dildən çıxıb da bilirsiniz. İndi bu sözlərdən istifadə olunmur. İndi kəndxuda var, ya da kətdə var, Abbası var. Görürsünüz, indi bu sözlərin heç birindən istifadə olunmur. Amma arxaizmlərin tarixizmlərdən fərqi ondadır ki, bu düzdür. Həmin o sözlər dilimizdən çıxıb. Arxaizmlər. Amma onun əvəzinə eyni mənanı saxlayaraq başqa sözlər gəlibdir. Məsələn, düzdür, indi istifadə edirik İraq sözünü. İndi sizi bilmirəm, amma bizim evdə çox istifadə edirlər. Amma dilimizdən çıxıb bu söz. Bu sözün yerinə uzaq sözü gəlib. Allah İraq eləsin deyirəm, Allah uzaq eləsin deməkdir uşaqlar. Məsələn, əvvəl baqqal idi. İndi çıxıb dilimizdən. Baqqal. İndi olub, baqqal nədir? Dükan deməkdir, dükançı deməkdir. Dükan yox, dükançı. Bildiniz də, indi bunu bitişdirmək istədim, bitişmədim. Sonra yağmalamaq. Talamaq deməkdir. Bu formada da arxaizmlərimiz mövcuddur. Gəlirik frazeoloji birləşmələrə. Hansı ki, bunun adına frazoloji yazanlar da var. Frazeoloji yazanlar da var. Uşaqlar adı düzgün yazın. Frazeoloji. Amma deyəndə frazeoloji birləşmə. Frazeoloji deyən. Belə deyən şagirdlərim də var. Frazeoloji birləşmələr. Uşaqlar, bütövlükdə bir leksik mənanı ifadə eləyən birləşmələrə frazeoloji birləşmələr deyilir. Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Məsələn, ağzına su alıb oturmaq. Dəyişmir uşaqlar. Bunların digər adı sabit söz birləşmələridir. Niyə dəyişmir sizcə? Çünki mən bu suyun yerinə çay yazsam məna olmayacaq uşaqlar. Ona görə bu dildə hazır şəkildə bizim əlimizə verilir ki, buyurun, bu sizin frazeoloji birləşməniz. Suyu çıxartsam, çay qoysam, görün məna yaranar, ağzına çay alıb oturmaq. Belə bir şey ola bilər? Xeyr. Ağzını su alıb oturmaq sabitləşmiş, daşlaşmış ifadələr hesab olunur. Məcazi məna ifadə edir, yalnız məcazi mənada işlənir. Frazeoloji birləşmələr formaca dəyişə bilir. Tərkibcə dəyişməz olsa da formaca dəyişə bilir. İndi gəlin bunu izah edeyim sizə ki, bu nə deməkdir? Baxın. Yadda saxlayın, bunu qeyd edin. Tərkibcə dəyişməz olsa da formaca dəyişə bilir. Məsələn, deyirəm ki, o etdiyi hərəkəti, normalda sözümüz nədir? Başa düşmək.
formaca dəyişdirirəm. Deyirəm, o etdiyi hərəkəti başa düşdü. Görürsünüz? Keçmiş zamanda istifadə edim. Dəyişdimi formaca? Bəli, frazoloji birləşmələr formaca dəyişə bilər. Frazoloji birləşmənin amonimliyi də ola bilər, sinonimliyi də ola bilər, antonimliyi də ola bilər. Lakin sinonimidir, antonimidir, amonimidir frazoloji birləşmələ ifadə olunmalıdır. Məsələn, gəlin yazaq. Deyirəm ki, eyni nümunəni yazmayaq. Deyək ki, dil otu yemək. Sinonimi nə olacaq bunun? Çox danışmaq deyil sinonimi. Bunun sinonimi dil-dil ötməkdir. Çünki dedik axı biz frazoloji birləşmə ilə ifadə eləməliyik. Dil-dil ötmək. Məsələn, amonim yazaq. Bir dənə amonim yazaq. Başa vurmaq. İndi bunun hər iki mənası başqa cür ifadə olunur. Məsələn, məcazi mənada. Deyirəm ki, o elədiyi hərəkəti mənim başıma vurdu. Məsələn, biri bu mənada, bir də var deyirəm ki, Allah hamısı qismət eləsin, o ali təhsili başa vurdu. Uğurla başa vurdu. Yəni, bitirdi mənasında. Biri başına qalxmaq mənasındadır, biri də bitirmək mənasında. Sonra deyirəm, can vermək. Səsim də tutuldu. Heç demiş, bu qədər danışsaq tutular da səsimiz. Can vermək. Bir var deyirəm ki, su bitkilərə can verir, yəni dirildir mənasında. Əslində bunun mənaları tam bir-birinə antonimdir, əksdir. Bir də var deyirəm ki, xəstə can verir, yəni ölür mənasında. Biri sağalmaq, dirilmək, biri ölmək mənasındadır. Daha sonra elə birləşmələr var ki, uşaqlar, o həm frazeoloji birləşmədir, həm də onun başqa bir həqiqi mənası var. Amma onun həqiqi mənasını biz frazeoloji birləşmə götürə bilmərik, onu da yadda saxlayın. Məsələn, 2 dənə cümlə yazıram sizə. Qoy cümlələri yazım, videonu saxladım, cümləni yazım, vaxtınız getməsin. Aha, deyirəm ki, ananın oğlundan ötürü burnunun ucu göynüyordu. Bir də deyirəm ki, Arifin soyuqdan burnunun ucu göynüyordu. İndi baxın ay uşaqlar, ananın oğlundan ötürü burnunun ucu göynüyordu o deməkdir ki, darıxırdı. Darıxmaq mənasını ifadə elədiyinə görə bu olur frazeoloji birləşmə, yəni məcazi mənadadır. Amma Arifin soyuqdan burnunun ucu göynüyordu, bu artıq həqiqi mənadadır. Çünki Arif insandır da, yəni soyuqdan donuna bilər də, donanda da burnunun ucu göynəyə bilər də, yəni bu tamamilə normal bir şeydir. Burnunun ucu göynür də həqiqi mənada olduğuna görə bu da frazeoloji birləşmə, hesab, frazeoloji birləşmə hesab olunur. Yaxşı. Bir də son olaraq bir məqamı diqqətinizə çatdırıram. Olmaq, etmək, bilmək, qılmaq tipli sözlər frazeoloji birləşmənin tərkibində əsasən işlənmir. Yəni bunlar axı mürəkkəb feillərdir. Məsələn, nə deyə bilər? Kömək etmək, adam olmaq işlənmir. Amma bəzi hallarda ola bilər ki, onlar məsələn ilkin mənasından uzaqlaşıbsa, yəni olmaq, etmək, eləmək ilkin mənasından uzaqlaşıbsa, bu frazeoloji birləşmə ola bilər. Məsələn, nə deyək? Ağzı isti yerdə olmaq. Sonra başına, üzünü ağ olmaq. Belə bir frazeoloji birləşməmiz də var. Dili gödək olmaq. Sonra başı bədəninə ağırlıq etmək. Tipli birləşmələr də var. O birləşmələr isə deməli frazeoloji birləşmə hesab olunur. Çünki onlar bu dediyimiz kimi oldu, etdi, bildi, qıldı. Baxın bu birləşmələr çünki öz mənasından uzaqlaşıb. Qaydalarımız bu qədər. Leksikologiya qaydasından sizə ümid edirəm ki, hər şey aydın oldu. Aydın olmayan sualınız varsa, yenə deyirəm, ya şərh bölməsində qeyd edə bilərsiniz, yaxud da göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz. Yenə deyirəm, dərslərlə bağlı məlumat, sınaq qrupları, hətta bizim WhatsApp-da açılmış ödənişsiz qrupumuz da var. Hansı ki, o qrupda müxtəlif sınaq müzakirələri öz əksini tapır. Sual izahları, daha doğrusu sonra sual-cavab saatlarımız olur. O kanala da qoşulmaq istəyirsinizsə, yenə eyni şəkildə ad, soyad, sinif, qrup yazırsınız və mən sizi WhatsApp kanalına əlavə eləyirəm. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videoda görüşərik.